Sosial şəbəkələrdə təhqir və etik hüquqi pozuntu iddiaları ilə çıxış edən Hikmət Şükürov hədəf aldığı şəxslər tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Binəqədi rayon məhkəməsinin hökmü ilə o, böhtanı və təhqir maddələri üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. Bundan əlavə, mənəvi zərərə görə adını çəkdiyi hər bir şəxsin xeyrinə Hikmət Şükürovdan 10 min manat məbləğində kompensasiyanın tutulması barədə qərar verilib. Başqa sözlə, həmin şəxs törətdiyi əməllərin hüquqi qarşılığını alıb və qanuna uyğun şəkildə cəzalandırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən sosial şəbəkələrdə tez-tez rast gəlinən oxşar hallar, şəxslərə qarşı açıq-aşkar təhqir, ləyaqətin alçaldılması və etik normaların pozulması yaxın gələcəkdə daha ciddi şəkildə cəzalandırılacaq. Artıq klaviatur arxasında əyləşib sosial şəbəkələrdə kimisə istənilən formada təhqir edənlərlə bağlı sərt tədbirlərin görülməsi, cərimə və digər məsuliyyət formalarının tətbiqi nəzərdə tutulur. Tədbirlər yalnız bu kateqoriyadan olan şəxslərə aid olmayacaq. Sosial şəbəkələrdə yayılan tərbiyəsizlik, söyüş, pozğunluq və kriminal elementlərin təbliği də qanunla məhdudlaşdırılacaq. İnformasiya, informasiyalaşdırılma və informasiyanın mühafizəsi haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bu istiqamətdə mühüm addımlar atılacaq. Dəyişikliklərə əsasən sosial şəbəkələrdən istifadə etməklə, fahişəliklə məşğul olmağa açıq çağırış etdikdə, bunu kütləvi nümayiş etdirdikdə və sövdələşməyə şərait yaratdıqda 500 manat məbləğində cərimə tətbiq olunacaq. Bu dəyişikliklərlə bağlı qanun layihəsi artıq Milli Məclisdə müzakirə olunur və qanun layihəsinin qəbulu gözlənilir. Sosial şəbəkələrdə tüğyan edən mənfi hallara nəzər saldıqda, belə sərtləşdirilmiş tədbirlərə ehtiyac olduğu açıq şəkildə görünür. Nəzərə alsaq ki, sosial şəbəkələrdə yayılan paylaşımlar sərhədsizdir və yalnız Azərbaycanın informasiya segmenti ilə məhdudlaşmır, bu zaman ölkənin ümumi imici də sual altına alınır. TikTok və Instagram kimi sosial şəbəkələrdə mədəni kodlarımıza uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar geniş müşahidə olunur və bəzi hallarda bu Azərbaycan cəmiyyətinin marağının özünün bu istiqamətdə olması kimi antimilli tezislərin irəli sürülməsinə gətirib çıxarır. Ancaq əslində belə deyil, çünki sosial şəbəkələrin alqoritmləri bu cür işləyir, sosial şəbəkələrin özləri qeyri-etik paylaşımları özü sürətlə daha geniş auditoriyaya gətirib çıxarır. Bu isə ümumilikdə milli mənəvi dəyərlərimiz, gənc və formalaşan nəslin tərbiyəsi üçün də ciddi təhlükə yaradır. Bu isə əlbəttə bizim milli mənəvi dəyərlərin degradasiyasına, xüsusilə yeniyetmə və gənclərin davranış modellərinə mənfi təsir göstərir. Və bu mənfi təsirlər Azərbaycan cəmiyyətinə xas olmayan qeyri-ənənəvi cinsi maraqların təbliğinə, xüsusilə yeniyetmə qızların öz bədən hissələrini əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə həvəslənir. Və çox təəssüf ki, bunu da bir müddət sonra sosial normaya, cəsarətli davranışa, hətta müstəqil və azad seçim tərzi kimi yanlış təsəvvürlərin formalaşdırılmasına gətirib çıxarır. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Kamal Cəfərov qeyd edir ki, bəzi hallarda internet informasiya ehtiyatından və informasiya kommunikasiya şəbəkələrindən istifadə etməklə, fahişəliklə məşğul olmağa açıq çağırışlar Azərbaycan cəmiyyətinə xas deyil və ümumilikdə bizim milli mənəvi dəyərlərimizin və mədəni kodlarımızın məhvi üçün böyük risk yaradır. Ona görə də təqdim olunan qanun layihəsi məhz milli mənəvi dəyərlərin qorunması, gənclərin zərərli informasiyadan müdafiəsi üçün olduqca əhəmiyyətlidir. Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirir ki, milli mənəvi dəyərlərimizin əxlaq və tərbiyə normalarının təhlükə altında qalması ciddi narahatlıq doğurur. Sosial media platformalarında bu dəyərlərin pozulmasına qarşı amansız mübarizə aparılmalıdır. Belə vəziyyətdə qanunvericilik normalarının sərtləşdirilməsi ən vacib və qaçınılmaz üsullardan biridir. Ona görə də cəmiyyət də buna hazır olmalıdır. Sosial media platformalarına ən geniş çıxışı olan və bu imkanlardan bəhrələnmək istəyən dairələr də buna hazır olmalıdırlar. Çünki sosial medianın qapıları nə qədər geniş insanların üzünə açılmış olsa da, amma burada heç kim özünü başqalarının şərəf və ləyaqətinə, namusuna, qeyrətinə istədiyi səviyyədə təcavüz edəcək qədər azad və sərbəst hiss eləməməlidir. Sosial mediada davranışlar üçün nə qədər geniş imkanlar olsa da, amma orada da
digər insanların şərəf ləyaqətinə hörmət eləmək səviyyəsində məhdudiyyətlərin labüdlüyünü gərək hər kəs qəbul eləsin. Artıq sosial şəbəkələrdə yaranmış vəziyyət tək fərdlərlə məhdudlaşmır, kütləvi xarakter daşıyır. Təəssüf ki, mənfi və zərərli tərəfləri son vaxtlar daha sərt şəkildə özünü göstərir. Ümumi mənzərə isə onu göstərir ki, cəmiyyətimizi narahat edən bu halların qarşısını almaq, milli mənəvi dəyərlərimizi və əxlaqi normalarımızı qorumaq üçün amansızlaşan sosial şəbəkələrə qarşı daha sərt tədbirlərin görülməsi ən optimal yoldur.